Quba şəhər bələdiyyəsi bu ilin ötən 6 ayına həsr olunan hesabat yığıncağı keçirib. Hesabat yığıncağında bələdiyyə üzvləri, məhəllə komitələrinin sədrləri, din xadimləri və şəhər sakinləri iştirak edib. Hesabat yığıncağını giriş nitqi ilə açan Quba şəhər bələdiyyəsinin sədri Allahverdi Xudaverdiyev geniş məruzə ilə çıxış edib və ötən 6 ayda bələdiyyənin gördüyü işlərdən danışıb. Artıq öz həllini tapmış problemlər və gələcəkdə həlli nəzərdə tutulmuş problemlər barədə bilgi verib. O bildirib ki, Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudovun tövsiyələri əsasında şəhərdə mühüm abadlıq işləri həyata keçirilir. Vurğulanıb ki, bələdiyyənin əsas məqsədi şəhər icra hakimiyyəti ilə birlikdə bu inkişafı sürətləndirmək, sakinlərin yaşayış şəraitini yaxşılaşdırmaq və ictimai infrastrukturu daha da gücləndirməkdir. 6 ay ərzində bələdiyyənin fəaliyyətində ciddi irəliləyişlərin olduğunu qeyd edən sədr onu da bildirib ki, hazırda əsas məqsəd bələdiyyənin maliyyə resurslarını artırmaqla qarşılaşdığı problemlərin həllini sürətləndirmək, habelə bələdiyyənin sosial yönümlü proqramlarının həllini diqqətdə saxlamaqdır. Quba Bələdiyyəsi olaraq seçkilərimiz qarşısında 2026-cı ilin birinci yarısında gördüyümüz işlərin dair qısa hesabatımızı verdik. Quba şəhərində səliqə-səhman işləri, yaşıllıq işləri, görülən işlər barəsində tam ətraflı seçkilərimizə məlumatı çatdırdıq. Quba şəhərində Quba Bələdiyyəsi həm qəbristanlıq ərazisində təmizlik, səliqə-səhman işlərinin aparılması, həm şəhər ərazisində yaşıllaşdırma işlərinin aparılması, bu işlərdə fəal iştirak edir. O cümlədən Quba şəhərinin problemlərindən biri də sahibsizliklərlə əlaqədardır. Biz Quba şəhərində sahibsizliklərin yığılaraq sığınacağa yerləşdirilməsi istiqamətində də ötən ildə də işlər görmüşük. Bu ilin də demək olar ki, bu keçən ay ərzində bir həftə müddətində Qubada olan sahibsizliklərin yığılması və sığınacaq yerləşdirilməsini təmin etmişik. Ondan əlavə olaraq Quba şəhərinin Dəvədaban yaşayış massivində əhalinin müraciətlərinə görə tullantılar olan ərazilər var idi ki, tullantıları götürüb təmizləmişik həmin ərazilərdən. Müraciət olunan vətəndaşların müraciətlərinə, digər ərazi idarələrindən bizə müəssisələrdən daxil olan məktubların cavablandırılması, məktubların göndərilməsi və bu işlərlə Quba Bələdiyyəsi məşğul olmuşdur və demək olar ki, bizim işimiz bu 6 ay ərzində qənaətbəxş hesab edilmişdir. Sonra tədbir iştirakçıları məruzəyə münasibət bildirərək Quba şəhərində həlli vacib olan məsələlərə toxunublar. Sakinlərin qaldırdıqları problemlərə münasibət bildirən Allahverdi Xudaverdiyev, həmin problemlərin həlli istiqamətində Quba şəhər bələdiyyəsi tərəfindən müvafiq dövlət qurumları ilə iş aparıldığını, layihə və təkliflərin təqdim olunduğu və yaxın gələcəkdə həll ediləcəyini qeyd etdi. Elçin Şual, Qafqaz TV üçün.